Əvvəllər oyun pultlarına elə də əhəmiyyət vermirdim. Ta ki bu 8 bitli Ultimate oyun pultunu görənə qədər. PC-də oyun konsolu keyfiyyətini yaşamaq istəyirsənsə, axtardığın tam olaraq budur. Ən böyük fərq isə joysticklərdədir. Halo effekt sistemi ilə mexaniki sürtünmə deyil, maqnit sistemi var. Nəticədə drift problemi sıfıra enir. Cihaz daha uzun ömürlü və dəqiq işləyir. Xbox və PlayStation pultlarının çoxunda bu funksiya hələ yoxdur. Hər hərəkət dəqiqliklə hiss olunur. Oyun dəqiq geri dönüş edir. Tətik məsafəsini öz oyun stilinə görə tənzimləyə bilərsən. FPS üçün qısa atəşə imkan yaradır. Yarış oyunları üçün isə dərin qaz effekti verir. Xbox Elite 2-də də bu var, amma bu model daha yüngül, daha rahat və əlçatandır. Xbox pultlarının bir çoxu hələ də bateriya məsələsinə görə sənə problem yaradır. Amma bu pultun daxili bateriyası var. Şarj doku ilə gəlir. Naqil bateriya dəyişmə dərdi yoxdur. Doka yerləşdir, şarj et, götürüb oyna. Bu qədər sadə. RGB alov effekti sadəcə gözəllik deyil, həm də bateriya və bağlantı vəziyyətini göstərir. Yeni, fərqli atmosfer qatır. Oyun daha da canlı olur. Windows, PC, Steam Deck və Android-də heç bir problem olmadan qoşulmanı təmin edir. Konsol keyfiyyətində PC-də oyun oynamaq istəyirsənsə, bu pult sənə görədir. Bu cihaz uzun ömürlü, rahat və yeni hisslər yaratan bir pultdur. 8 bitli Ultimate 2 oyun tərzinizi dəyişəcək yeni bir təcrübədir.